Salam izləyicilər. Bu videoda zirvə kurslarının 16 noyabr tarixində keçirdiyi blok imtahanından deməli 2-yə aid sualların izahını verəcəm. İlk sualdan başlayaq. X ox üzrə hərəkət edən A və B maddi nöqtələrinin koordinat zaman qrafikləri verilmişdir. 8-ci saniyənin sonunda bu maddi nöqtələr arasındakı məsafəni hesablayın. Deməli, öncə bunların sürətlərini tapaq və cisimlərə baxsaq, biri 30 nöqtəsindən başlayıb x ox istiqamətinə gedir. Bu A cismidir. A cisminin sürətini tapanda VA bərabərdir. Mənfi 30-dan başlayıb mənfi 20 çıxılsın mənfi 30 bölünsün 5. Sürəti olur. Buradan mənfi, qarşıdakı mənfi bunu müsbət eləyir. 30-dan 20 çıxdıq 10, onu da 5-ə böləndə 2. Onda x-in hərəkət, A-nın hərəkət tənliyi yazsam, x A bərabərdir x0, yəni mənfi 30 üstə gəl 2t. Hərəkət tənliyi belədir. Və 8-ci saniyənin sonunda onun yerini tapsam, mənfi 30 üstə gəl 2 vur 8. 2 dəfə 8-im 16, 30-dan da 16 çıxanda gəlir mənfi 14-ə. A cismi mənfi 14-də olacaq 8-ci saniyədə. İndi B cismini tapmaq istəsəm, B cisminin sürətini tapanda VB bərabərdir. Eyni düstur x0 bölək t. Yəni mənfi 20 çıxılsın mənfi 10 bölünsün t yenə 5-dir. Buradan da deməli mənfi 10-u 5-ə bölürəm, mənfi 2. Bu da x oxunun əksinə gedir. X oxunun əksinə getdiyinə görə onda B cismi üçün xB bərabərdir. Mənfi 10 çıxılsın 2t yazıram. Və 8-ci saniyənin sonunda mənfi 10 çıxılsın 2 vur 8. 2 dəfə 8-im 16. Bu da verir mənfi 26. Deməli A cisminə baxıram mənfi 14-dədir. B cismi mənfi 26-da. Bunlar arasındakı məsafə ilə bu fərq olacaq. Yəni mənfi 14 çıxılsın mənfi 26. Bunu çıxanda qarşıdakı onu müsbət eləyəcək. 26-dan 14-ün çıxanda qalır 12 metr. Aralarında 12 metr məsafə var. Bu sualları Elxan müəllim tərtib edir. Həqiqətən bu çox qəşəng sual idi. Yəni qəbula düşə biləcək, üstəgəldəki öyrədici sualdır. Bunu yazaraq mövzunu içərisində təkrar etmiş olursunuz. İkinci sual 32, yəni 4 metr bölü saniyə kvadrat təcillə bərabər yavaşlayan hərəkət edən cisim 6-cı saniyədə 8 metr yol gedərsə, onun başlanğıc sürəti nəyə bərabərdir? Deməli 6-cı saniyədə 8 metr yol gedir və yavaşlayan hərəkətdir. Burada hərəkət tənlinə görə ya da belə deyə bilərik. 6-cı saniyədə getdiyi yol nətər tapa bilərik? 6 saniyə getdiyi yoldan 5 saniyə getdiyi yolu çıxaraq. Və buradan S bərabərdir. V0t çıxılsın AT kvadratı bölünsün 2. Bir dəfə bunu yazıram. Deməli V0 bir dəfə 6 saniyə üçün. 6V0 çıxılsın A4 6-nın kvadratı 36 bölü 2. Deməli 6V0 çıxılsın bu 4'ü 2 bölündə 2, içində 36'ya vuranda 72. Biri bu şəkildədir. Bir də 5 saniyə getdiyi yolu tapsam, 5 saniyə isə bu S 6 saniyədir. Bu da S 5 saniyə getdiyi yol. Bunu da yazıram V0 vur 5, yəni 5V0 çıxılsın. Yenə 4 vurulsun 5'in kvadratı 25 bölü 2. 100 ilə 2'yə böldüm 50. Bu da verdi 5V0 çıxılsın. Deməli 50. İkisinin fərqi mənə verəcək 6-cı saniyədə getdiyi yolu. Yəni 6V0 çıxaq 72-dən çıxıram digərin. Buradan da yəni çünki sırf 6-cı saniyədə getdiyi yolu tapanda bunu yaza bilərəm S6 çıxaq S5. Yəni 6 saniyə getdiyi yoldan 5 saniyə getdiyi yolu çıxıram. Bundan buradakını çıxanda bu yuxarı hissəni ağardım. O sualı yazmışam. İkisinin fərqini tapanda ya burada bir də yazım. 6-cı saniyədə gedilən yol bu bərabərdir. S6 çıxılsın S5-dir. 6-nın yerinə deməli 6V0 çıxılsın 72 çıxılsın 5V0 üstə gəl deməli 50. Bu bərabərdir 8-ə. Buradan V0'lar getdi, bir dənə qaldı. Burada aldım V0 çıxılsın 50 ilə 72-ni burada deməli qalır 22 bərabərdir 8-ə. Deməli V0 bərabərdir 30-a. Başlanğıc sürət 30 metr bölək saniyədir. Yenə qeyd edirəm, bu biraz fərqli sualdır. Məsələn, topluda heç bu tip sual yoxdur. Xatırlayıram, bu tip bir sual aşağı yaş qrupunda deməli olimpiyadaya düşmüşdü, amma maraqlı sualdır. Burada məsələ nədir? Sırf
Məsələn, siz bu n-ci saniyə dediyinə görə ilk düşünəcəyiniz düstur budur. ln bərabərdir a bölü 2, 2n çıx 1. Əslində, əgər V0 burada yavaşcan deyirsə, burada çıxılsın V0 da qoya bilərdik. Yəni 6-cı saniyə üçün deyəndə yerinə qoyardım. Onunla da həll eləmək olardı. Amma sırf 6-cı saniyədə gedilən yolu tapmağın başqa bir yolu var. Mənim yazdığım kimi. Necə? 6 saniyə getdiyi yoldan 5 saniyə getdiyi yolu çıxaraq. Bu da sizə verəcək 6-cı saniyədə yolu. 33. Fırlanan diskin mərkəzindən 8 sm məsafədə nöqtənin xətti sürəti 20-dir. Xətti sürəti 12 olan nöqtənin diskin mərkəzindən hansı məsafədədir? Fırlanan diskin üzərində V bərabərdir omega r-dir. Yəni sürət radiusla düz mütənasibdir. Ona görə bunu elə birbaşa tənasiblə də yaza bilərəm ki, 8-ə uyğun olan 20-dirsə, deməli x-ə uyğun olan 12-dir. Və buradan x-i tapanda x bərabərdir 8 vurulsun 12 bölünsün 20-yə. İxtisar aparsaq, ilə 2-yə ixtisar aparıram. Burada qalır 6, burada 10. 48 bölü 10 cavab 4,8-dir. Diskin üzərində radius artdıqca sürət, həmçinin təcil də artır. 34. Cisim yerdən şaquli istiqamətdə 30 sürət ilə yuxarı atılmış, həmin anda isə 70 metr hündürlükdən 5 metr bölü saniyə sürətlə şaquli aşağı atılır. Başqa bir cisim. Cisimlər hansı hündürlükdə görüşərlər, havanın müqaməti nəzərə alınmır. Görüşəndə yer dəyişmələr bərabər olacaq. Deməli, şaquli yuxarı atılmaq üçün yazıram S bərabərdir. V0T çıxılsın JT kvadratı bölü 2. Bu birinci cisim olsun. İkinci cisim üçün isə yazıram V0T üstəgəl JT kvadratı bölü 2. Əslində bu V0T üstəgəl JT kvadratı bölü 2 bunun yer dəyişməsi də deyə bilərik ya da ki, İkisi görüşəndə ikisinin bir yerdə getdiyi yol 70 metr olmalıdır. Belə yaza bilərik. Çünki mən bu birincinin yer dəyişməsi, bu ikincinin yer dəyişməsi ikisini toplayanda 70 verəcək. Bu 70 məsələsi hardan gəlir? Bu V0, bu ikincinin V0-ıdır. V0 2 deyək buna. Çünki məsələn cisimlərdən biri 70 metrdən düşür, digəri də yuxarı qalxır yerdən. Məsələn, aşağıdan qalxan deyək ki, 50 metr gedibsə, o birisi 20 metr düşməlidir ki, bunlar görüşə bilsinlər. Ona görə ikisini cəmləyib, yəni S1 ilə S2-ni toplayıb bərabərləyəcəm 70 metrə. Bunları bərabər toplayanda S1 üstəgəl S2-ni yazanda bu bərabərdir 70-ə. Baxın, burada yer azı olduğuna görə mən buna əlavə yazmayım. JT kvadrat bölü 2 ilə JT kvadrat bölü 2 gedir. Və belə bir ifadə alırıq. T vurulsun V01 üstəgəl V02 bərabərdir 70-ə. Buradan T vurulsun 35 bərabərdir 70-ə və T bərabərdir 2 saniyə. Bunlar 2 saniyə sonra görüşüblər. Və bu 2 saniyəni istənilən birində gətirib yerinə qoysam, məsələn, burada bizə deyir ki, cisim hansı hündürlükdə görüşərlər? Yerdə olan hündürlük soruşulduğuna görə elə şaquli yuxarı atılmadakı bu V0T çıxaq JT kvadrat bölü 2 də yerinə qoyaq. Burada yerinə qoysam, deməli, S bərabərdir. V0 30-dur. 30 vurulsun 2 çıxılsın. 10 vurulsun 2-nin kvadratı 4 bölü 2. 32-yə vurdum elədir 60. 60-dan da 20-sini çıxıram. Cavab olur 40 metr. Yer səthindən 40 metr hündürlükdə görüşərlər. Burada yer az olduğu üçün mən keçirəm 4-cü qrup hissəsinə. Bunu biraz sizə başqa formada bir də izah edeyim. Yəni eyni şeyi izah edəcəm. Sadəcə şəklini çəkin burada ki, tam olaraq nədən söhbət gedirdi. Deməli, burada məsafə 70 metrdir. Cisimlərdən ikincisi burada 5 metr bölü saniyə sürətlə aşağı atılır. 70 metrdən. Birinci isə yerdən 30 metr bölü saniyə sürətlə şaquli yuxarı atılır. Və bizə deyir ki, bunlar hansı hündürlükdə görüşərlər. Bunun yer dəyişməsini tapanda S2 deyək buna yazdım. V0T üstəgəl JT kvadrat bölü 2. Çünki aşağı yeyinləşir. Bu birincidirsə S1-i belə yazdım. V0T çıxılsın JT kvadrat bölü 2. Məsələn, ikisi deyək ki, gəlib bu nöqtədə görüşüblər. Məsələn, A nöqtəsində. A nöqtəsinə qədər görüşəndə ikisinin bir yerdə getdiyi məsafəni toplasam mənə 70 verir. Ona görə yazdım S1 üstəgəl S2 bərabərdir 70-ə. Bunları gətirib yerinə qoyanda JT kvadratları getdi. Sonra qaldı V01 vurulsun T üstəgəl V02 vurulsun T bərabərdir 70. T-ni çıxartdım mötərizə xaricinə. V01 üstəgəl V02 bərabərdir 70-ə. T bərabərdir. Deməli
V'lər də verib 30 və 5. 70-i 35-ə böləndə cavab oldu 2. 2 saniyəni də gətirib burada yerinə qoysam, digərində yerinə qoysam hündürlüyü tapmaq üçün gərək 70-dən çıxım. Amma burada yerinə qoyanda elə V0T çıxılsın JT kvadratı bölü 2. Yəni 30 vurulsun 2 çıxılsın 10 vuraq 4 bölü 2. 60-dan da 20-sini çıxdım, cavab oldu 40 metr. Fərqli və maraqlı suallardan biri idi. 35. Cismə təsirdən qüvvə Fx proyeksiyasının zamanla asılı qrafikinə əsasən Vx tənliyini yazın. Deməli, cisim kütləsi 4 kiloqram, başlanğıc sürəti isə 20-dir. Birinci bu cismin təcilini tapsam, A bərabərdir, F əvəzləyici bölünsün M-dir. Yəni 6 bölünsün 2 bərabərdir 3-dür. Və Vx bərabərdir. V0x üstəgəl AX vuraq T-dir. Kəmiyyətləri yerinə qoysam V0 20-dir. A da 3 olduğuna görə üstəgəl 3T. 20 üstəgəl 3T A variantıdır. 36. Yer səthindən 80 metr hündürlükdən şaqıl yuxarı atılan cisim yer səthinə çatan anda sürətinin neçə metr bölü saniyə olduğunu hesablayın. Deməli, bu cisim öncə şaqıl yuxarı atılıbsa, maksimal qalxma hündürlüyünü tapsam, Hmax bərabərdir. V0-ın kvadratı bölünsün 2J'dir. Kəmiyyətləri yerinə qoysam. 40-ın kvadratı 1600 bölünsün 20, bu verdi 80. Amma cisim yerdən atılmayıb, 80 metrdən atılıb. Ona görə də yaza bilərəm ki, ümumi H bərabərdir 80 üstəgəl 80, o da bərabərdir 160. 160 metrdən sərbəst düşəndə yerə dayanandakı sürəti V bərabərdir kök altda 2C H-dan yazıram. Yəni 2 vurulsun 10 vurulsun 160. 1600-dən çıxır 40, cavab olur 40 kökdə 2. B bəndidir. Yenə qeyd edirəm, cisim şaqıl yuxarı atılıbsa, öncə yavaşdan hərəkət edir və maksimalda dayanır. Maksimalda dayandığına görə maksimal qalxma hündürlüyünü bu düsturdan tapdım. Yəni 80-dən atılıb, daha 80 qalxıb. Düşəndə 160 metr düşəcək. Və gətirib bu düsturda kökatda 2CH-da 160-ı yerinə qoyanda 1600 vuraq 2-dir. Bu da verir 40 kökdə 2. 37. Hər birinin kütləsi 1,5 kiloqram olan 5 tircik üst-üstə qoyulmuşdur. F qüvvəsi tətbiq olunan tircik dartıb çıxarmaq üçün minimum nə qədər qüvvə tətbiq etmək lazımdır. Deməli, burada F-i çıxartmaq üçün iki yerin sürtünməsini nəzərə almalıyam. Bir, buradakı sürtünməni, buna F sürtünmə 1 deyirəm və F sürtünmə 1, bir də üstündəki sürtünmə. F sürtünmə 2. Yəni F dediyim F sürtünmə 1 ilə F sürtünmə 2-nin cəmi olmalıdır. 1-də sürtünmə yaradan 1, 2, 3 dənə M olduğuna görə F sürtünmə 1-i yazıram. 3 M vurulsun mü J. Yəni müMJ-də 3 M-ə vurdum. Üstə gəl. Amma sürtünmə 2-ni yaradan, üstündə sürtünmə yaradansa 2 dənə olduğuna görə 2 M vurulsun mü J-dir. Burada kəmiyyətləri yerinə qoysam, müjələri çıxartsam mötərizə xaricinə, mötərizənin içində qalır 3M-lə 2M-in cəmi, yəni 5 müMJ. 3 dənə bura düşən sürtünmədir, 2 dənə də üstünə. Və gətirib kəmiyyətləri yerinə qoysam yenə 5 vurulsun, müsi 0,4-dür, M 1,5-dir, J də 10-dur. 5-i 0,4-ə vuranda bu verir 2. 1,5 ona vuranda da 15. 15-i 2-yə vururam, 30 Newton. Deməli, sürtünmə qüvvəsi 30 Newtona bərabərdir. Çünki iki yerdə sürtünmə var. Bir alt hissəsində, altındakı 3 müMJ-dir, üstündəki 2 müMJ-dir, toplayanda 5 müMJ eləyir. 38. Üfüqi müstəvidə kütləsi 30 kiloqram olan cisim 150 Newton qüvvə ilə təsirli istiqamətdə hərəkət etdirilir. Cismə təsirdən reaksiya qüvvəsini hesablayın. Deməli, reaksiya qüvvəsini tapmadan bizə bucaq altda qüvvə veribsə, birinci işimiz onu toplananlara ayırmaqdır. Bu Y toplananı, bu da X toplananıdır. Və cismə təsir edən ağırlıq qüvvəsini və reaksiya qüvvəsini də bura tətbiq eləsəm, ağırlıq qüvvəsi mj aşağıdır, reaksiya qüvvəsi dayağa perpendikulyar yuxarı. Tarazlıq halında yuxarı olan qüvvələr aşağı olan qüvvələrə bərabər olmalıdır. Yəni, n üstəgəl Fy yuxarı çəkən qüvvələr bərabərdir mj-yə. Mən buradan n-i reaksiyanı tapanda bu mj çıxılsın Fy-dir. Fy nə deməkdir? F sinus alfa, yəni qarşı katedə görə. Onda mj kütləsi 30 kiloqramdır, 300 çıxılsın. Fy dediyim F sinus alfadır, yəni 150 vurulsun 0,6.
150-nin 0.6-ya vuranda 90. Bu 300-dən də 90 çıxanda cavab qalır 210. Ümumiyyətcə bucaqlıqda qüvvə verəndə ilk işiniz onu toplananlara ayırmaq olsun. Mən burada fx, fy ayırdım. Fy üzərindən dartdığına görə reaksiya mg'dən kiçikdir. Çünki yenə deyirəm, tarazlıq halında aşağı çəkən qüvvələr yuxarı çəkən qüvvələrə bərabərdir. 39. Bucaq sürəti 0.2 olan maddi nöqtə radiusu 45 sm olan çevrə üzrə bərabər şəkillər çekilir. Periodun 1/4-nə bərabər zaman müddətində onun yer dəyişməyə görə orta sürətini hesablayın. Birinci, biz yer dəyişmə görə orta sürəti tapmaq istəsək, buradan V orta bərabərdir. S bölünsün T'dir. Və 1/4 periyodda S bərabərdir R kökdə 2 olduğunu bilirsiniz. 1/4 periyoda aiddir bu. Və orta sürət də tapanda V orta bərabərdir S böl T'də S'in yerinə R kökdə 2 yazıram. T'nin də yerinə T böl 4 yazsam, bu verir 4 kökdə 2 vurulsun R böl T. Orta sürəti belə tapacam. Amma baxıram ki, radius verilsə də periyod verilməyib. Periyod verilməsə belə omeqadan istifadə edib bunu tapa bilərəm. Çünki omega 2 pi böl T'dir. Bunu nəzərə alsam, bir saniyə, bu tərəfdə yer açım bunun üçün. Deməli, bucaq sürətinin omega bərabərdir 2 pi böl T olduğunu bilirik. Buradan T'ni tapanda T bərabərdir 2 pi bölünsün omegadır. Yəni 2 vurulsun 3, pi 3'tür, bölünsün omega da 0.2'dir. 2'ni 0.2'ye böləndə 10, bu da verdi 30. Periyodu 30'du. Gətirib radiusda 45 santimetr olduğuna görə gətirib bu ifadədə yerinə qoysam, bu bərabərliyi bu tərəfə çəkim. Burada yerinə qoysam, deməli 4 kökdə 2 R bölünsün T'dir. 4 kökdə 2'ni yerində saxlayıram. R 45 santimetrdir. Bunu 0,45 yazdım. T'nin də yerinə yazdım 30. İndi burada 4'ü 0,45'e vuranda bu verdi 1,8. 1,8 kök 2 bölünsün 30'du. 1,8'de 30'a böləndə bu verir 0,6 kök 2. A bəndidir. Cavablar biraz fərqli görünə bilər, amma həqiqətən bu da yaxşı sualdır. Topluda bunun başqa versiyası bizə verirdi. V-ni verirdi, gətirib yerinə qoyub tapırdıq. R böl T-ni V ilə ifadə edirdik. V bölü 2 pi kimi. Burada isə omega verildiyinə görə omegadan istifadə edib periodu tapdım. Periodu niyə tapıram? Çünki buradakı düstura baxsaz, biz orta sürəti bu düsturla tapacağıq. Yəni yer dəyişmənin yerinə R kökdə 2, zamanın yerinə T böl 4 qoyanda olur 4 kökdə 2 R böl T. R verilib, periodu da omegadan tapdım. 40. Yaydan asılmış yükü 6 kiloqram artırdıqda yayın uzanması 4 dəfə artdı. Yaydan asılmış yükün əvvəl kütləsini hesablayın. Ümumiyyətcə, elastik yay üçün mg bərabərdir kx yazıram. Bu ifadədən x-i tapanda mg bölünsün k-dır. Yəni x m-dən düz asılıdır. Əgər 4 dəfə artdısa, onda yazıram ki, m1 üstəgəl 6 bölünsün m1 bərabərdir 4-ə. Çünki x ilə M düz mütənasibdir. Və bu ifadəni çarpaz vuranda alıram M1 üstəgəl 6 bərabərdir 4M1. Buradan 3M1 bərabərdir 6-ya. Bir saniyə. M1 bərabərdir 2 kiloqram. Cavab 2-dir. Yoxlayaq. Həqiqətən 2 kiloqram üzərinə 6 gələndə eləyir 8 və 4 dəfə artmış olur. 41. Üfüqi səthdə 12 metr bölü saniyə başlanan sürətlə şəkildə kimi hərəkət edən 1 kiloqram kütləli cismin hərəkət tənliyi təyin edin. Deməli, burada dartı və sürtünmə verilib. Öncə burada təcili tapsam, A bərabərdir. F sürtünmə çıxılsın, F dartı bölünsün M. Kəmetləri yerinə qoysam, sürtünmənin yerinə 20, dartının yerinə 16, kütlədəki 1 kiloqramdır. Bu verdi 4. Amma sürtünmə, yəni əvəzləyici qüvvə hərəkətin əksinə olduğuna görə təcil də hərəkətin əksinədir və cisim yavaşlayacaq. V bərabərdir, V0, yəni 12, çıxılsın AT, yəni çıxılsın 4-dir. Yavaşlamaq səbəbi sürtünmənin dartıdan böyük olmağıdır. 42. Üfüqi səth üzrə hərəkət edən cismin təcilinin ona təsirən dartı qüvvəsinin asılı qrafik verilmişdir. Sürüşmə sürtünmə misalını hesablayın. Bu qrafikdə çox önəmli qrafiklərdəndir. Yeni topluya da əlavə olunub. Buradakı bax bu nöqtə
Sükunət sürtünmənin maks qiyməti, yəni sürüşmə sürtünmə qüvvəsidir. Yəni yazıram F sürtünmə bərabərdir 5 Newton və mü bərabərdir F sürtünmə bölünsün mg'dir. Buradan m'i tapmaq üçün bura keçməliyəm. Çünki təcilin düsturunu bilirəm ki, A bərabərdir. F dartı çıxılsın F sürtünmə bölə m. Bu ifadədən m'i tapsam m bərabərdir F dartı, yəni F dartı 13'dür. 13 çıxılsın F sürtünmə, yəni 5 bölünsün A, bölünsün 4. Deməli 13-dən 5-in çıxdım, qaldı 8. 8-i də 4-ə böləndə 2. Kütlə 2-dirsə, sürtünməni 5 tapmışam, aşağı yazıram 20. Bu verir 4'də 1, yəni 0,25 C variantı. Deməli, birinci bu dairəyə aldığım 5 sükunət sürtünmənin maks qiyməti və sürüşmə sürtünmə qüvvəsidir. Bu qrafikdə hər zaman həmin nöqtə sürüşmə sürtünmə qüvvəsidir. Bunu tapdım. Sonra baxdım ki, müyünü tapmaq üçün M-ə ehtiyacım var. M-i tapmaq üçün artıq keçdim bu nöqtəyə, A nöqtəyə və həmin nöqtə üçün təcil 4'dür. Dartı 13, sürtünmə 5'dir. A bərabərdir F dartı çıxıb sürtünmə bölü M-dən M-i tapdım. Üstürə əlavə yazım. M bərabərdir F dartı çıxılsın F sürtünmə böl A. Yəni 13 çıx 5 böl 4. Sonra yerinə qoyub hesabladım. 43. Joule vur saniyə böl kiloqram vur metr kvadratı hansı fizik cəmiyyətin vaidinə uyğundur? Burada joule tam açmadan öncə başlayacağım. Yəni joule'un yerinə yazıram Newton vurulsun metr. Burada saniyə yerindədir. Aşağıda da kiloqram vurulsun metrin kvadratı. İndi birinci bu metrlərdən biri getdi. Və Newton qaldı. Newton vur saniyə bölünsün kiloqram vur metr. Newtonun açılışı kiloqram vur metr bölünsün saniyə kvadratıdır. Burada saniyə yerində, kiloqram burada, metr də burada. Bunlar ixtisar getdi, qaldı 1 böl saniyə. 1 böl saniyə də dövrətmə tezliyinin vaididir. Ümumiyyətcə yadda saxlayın, joule Newton vurulsun metrdir. Newton əzbər bilsəz, joule əzbərləməyinizə ehtiyac yoxdur. 44. Sürətin proyeksiyasının zamandan asılı qrafiki əsasən 3 kiloqram kütləli cismin 30 saniyə ərzində impuls dəyişməsini hesablayın. Deməli, impuls dəyişməsi delta P dediyimiz delta P bərabərdir. Ya FT yaza bilərəm. Bir üsuldan elə gedək. Öncə buradan F-i tapmaq üçün A-nı taparam. A bərabərdir 20 bölünsün 15. Yəni delta P bölü T'dir. Və F də bərabərdir MA olduğuna görə 3 vurulsun 20 bölü 15. 60'ı 15'e böləndə 4. Qüvvət 4'dürsə 30 vurulsun 4. Cavab olur 120. Bir üsul budur. Digər üsulsa impulsun bir P0'ı taparam. P0 bərabərdir. Mənfi 20'dən müsbət 20'yə gəlib. Mənfi 20 vurulsun 3. Bu x oxunun əksinə olduğuna görə bu oldu mənfi 60. P-ni tapanda P də bərabərdir müsbət 60. Mənfi 60'dan 60'a gəlibsə dəyişməsi. Çünki delta P bərabərdir. P çıxılsın P0'dır. Yəni 60 çıxılsın mənfi 60. Bu da verəcək 120. Belə də yaza bilərik və yaxud da ki A-nı tapıram. A bərabərdir 20 böl 15'dir. Buradan tapdım. Və F bərabərdir MA ilə F-i tapdım 4 Newton. F 4'dürsə delta P də FT olduğuna görə qüvvə impulsu. Çünki bilirsiniz impuls dəyişməsi qüvvə impulsudur. Buradan da 4 vurulsun 30 yenə 120 edir. 45. Tarazlıqda olan bir cins çubuğun çəkisi neçə Newtondur? Deməli, buradan baxıram ki, neçə P-dir hər halda, neçə P-dir. Çünki P ilə ifadə edəcəm. Bura baxıram, buradakı 2P-dirsə, bu tərəfə də düşən bu tərpənməz blok olduğuna görə 2P-dir. Çünki tərpənməz blokun hər iki tərəfində gərilmələr eynidir. Və çubuğun öz çəkisi soruşulur. Burada bir F yazıram. Momentlər qaydasını tətbiq edəcəm. Momentlər qaydasını tətbiq edəndə 2P vurulsun. 2P-nin qoluna baxıram. 1, 2, 3'dür. 3. Üstə gəl. 3P vurulsun 1 bərabərdir. F vurulsun 1'ə. Buradan da F bərabərdir. 2 dəfə 3'üm 6, üstə 3 gəlirəm. Cavab olur 9P. Burada sırf momentlər qaydasını tətbiq elədim. Lincə momentlər qaydası necə tətbiq olunur? Sağa dəqrəb istiqamətində fırladan qüvvələrin momenti bu tərəfə fırlatmaq istəyən sadəcə F-dir. Yəni F vur 1. Əksinə fırladan qüvvələrin momentlərinə bərabərdir. Əksinə bir 2P-dir, bir də budur.
Ona göre 2P'nin qolu 3 olduğuna göre 2P'ni 3'e vurdum. Üstə gəl 3P vur 1. Bunun qolu 1'dir. Bu bərabərdir F vurulsun 1'ə. 46. Bircə çubuğun bir ucundan kəsdikdə ağırlıq mərkəzi yeri 8 sm sürmüşdür. Çubuqdan hansı uzunluqlu parça kəsilmişdir? 16 sm. Deməli, kəsdiyimizin yarısı qədər sürüşür hər zaman. 47. Cismin impulsunun zamanlasılıq qrafiki verilmişdir. Proyeksiyasının zamanlasılığı verilmişdir. Əvəzləyici qüvvənin zamanlasılıq qrafiki hansıdır? Birinci hissədə impuls sabitdirsə, deməli əvəzləyici sıfırdır. Ya qrafikin birinci hissəsi sıfırda çəkəcəm. İkinci hissədə isə əgər impuls qrafiki yuxarı gedirsə, bu sürət qrafikində də belədir. Yuxarı gedirsə, deməli qüvvə müsbətdir. Çünki bu x oxunun əksinə yavaşıyır. X oxunun əksinə də V0 mənfidirsə, yavaşıyırsa qüvvə müsbətdir. Cavab olur 0 müsbət Y variantı. 48. V0 başlanğıc sürətlə şaquli istiqamətdə atılmış cisim potensial enerjisi kinetik enerjidən 15 dəfə böyük olanda sürətin qiymətini hesablayın. Çox maraqlı suallardandır. Potensial kinetikdən 15 dəfə böyükdür. Yəni yazıram Y potensial bərabərdir 15 Y kinetikə. Müqavimət nəzərə alınmır burada. Şaquli yuxarı atılmadır. O zaman tam enerjinin düsturunu yazıram. E tam bərabərdir. E kinetik üstə gəl E potensial. Gətirib potensialın yerinə 15 Y kinetik qoyanda olur 16 Y kinetik. Yəni tam enerji 16 Y kinetikdir. Tamın yerinə M V0'ın kvadratı bölü 2 yazıram. Bu bərabərdir 16 vurulsun M V kvadratı bölü 2. V0 başlanğıcdır və başlanğıcdakı kinetik elə tama bərabərdir. Hər tərəfdən M bölü 2'ləri aparsam, buradan alıram V0'ın kvadratı bərabərdir 16V kvadratı. Yəni V0 bərabərdir 4V kök alanda. V də bərabərdir V0 bölünsün 4'dür. Bu mexaniki rəqslər dalğalarda da qarşımıza çıxacaq. Enerjinin saxlanma qanununa aid əla bir sualdır. Yəni tam enerji kinetiklə potensialın cəmidir. Potensial kinetikdən 15 dəfə böyük olduğuna görə tam enerji 16 Y kinetikdir. Sonra 16 Y kinetik dediyimə görə mv0'ın kvadratı bölü 2'ni bərabər elədim 16 mv kvadratı bölü 2'yə. 49. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Elastiklik qüvvəsi, ağırlıq qüvvəsi. Yerin mərkəzinə doğru yönəlir. Bu ağırlıq qüvvəsinə aiddir. Yayın mütləq uzanması ilə düz mütənasibdir. Elastiklik qüvvəsinə aiddir. BC-də vahidi Newtondur. Hər ikisinə aiddir. Yaydan asılmış cismin kütləsindən asılıdır. Bu hər ikisinə aiddir. Cismin yer tərəfindən cəzb olunduğu qüvvədir. Bu da ağırlıq qüvvəsidir. Yəni 1, 3, 2 kimi baxsaq 2, 3, 4 və bircə saniyə. Yaydan asılmış cismin kütləsindən asılıdır. Cismin kütləsindən asılı olan hər ikisi də əslinə qalsa. Yəni ağırlıq da cismin kütləsindən asılıdır. Deməli, elastiklik qüvvəsi də. Ona görə fikrimcə bu 3, 4 ortada olmalıdır. Və bir saniyə cavablara baxım. Birinciyə 2 gedir. Mütləq uzanma ilə düz mütənasibdir. Dəqiq birinciyə 2 gedəcək. 4'ə baxıram. Yaydan asılmış yükün kütləsindən asılıdır. 3 ortaya götürülüb. Digərinə 1,5 ağırlığa. 1,5 ağırlıqdadır. Burada problem yoxdur. Amma bu sualla tam razı deyiləm. Nəyə görə? Çünki yaydan asılmış cismin kütləsindən asılıdır. Cismə təsir edən ağırlıq qüvvəsi də onun kütləsindən asılıdır. Bu yaydan asılma elastikliyə görə deyə bilərik. Amma cismin kütləsini artırsam ona təsir edən ağırlıq qüvvəsi də artar. Ağırlıq qüvvəsi cismin kütləsindən asılıdır. Ona görə 4 ortaya gedir. Yəni cavab 2, 3, 4 və 1, 5'dir. 50. Düz xətlər içindən cismin koordinatın zamanlasılıq qrafiki verilmişdir. Hansı zaman intervalında cismin impulsu və ona təsir edən qüvvənin impulsu əks istiqamətdə yönəlib. Yəni cisim yavaşıyır deməkdir. Məsələn, burada yavaşladığı hissələr bir bu hissədədir, bir də buradadır. Yəni cavab 0 T1 və T2 T3 hissələrdir. Burada əslində hansı hissədə impulsla qüvvə bir-birinə əks yönəlib, belə də deyə bilərdik. Yəni yavaşladığı hissələrdir. Məsələn, burada soruşa bilər, qəbula bunun bir bənzəri düşmüşdü. Hansı hissədə kinetik enerji azalır? Yenə götürdüyüm 0 T1, T2, T3. Hansı hissədə iş mənfidir? Yenə eyni hissələrdə. Çünki kinetik enerji azalırsa, iş də mənfidir. 51.
Bərabər sürətli hərəkət edən tirciyin üzərindəki yükü götürdükdə sürüşmə sürtünmə qüvvəsi və sürtünmə əmsalı necə dəyişir? Deməli, bərabər sürətlə hərəkət edirsə, buradakı təsir edən dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabərdir. Və sürtünmə qüvvəsini elə sadəcə bura düşən sürtünmə qüvvəsi desəm, üstəkini nəzərə almasam, yazıram F bərabərdir. 1 da 3 var, 4 mj-dir. Əgər üzərindəki yükü götürsək, sürüşmə sürtünmə qüvvəsi 3-4 dəfə azalar, çünki mj olacaq. Amma sürtünmə əmsalı dəyişməz, çünki sürtünmə əmsalı bunlardan asılı deyil. 52. Cismin impulsunun sürətin modulundan asılı qrafiki verilmişdir. Üçbucağın sayısı hansı qədərli qiymətə bərabərdir? Bu da maraqlı sualdır. Burada üçbucağın sayısını tapanda P vurulsun V bölünsün 2-dir. PV bölünsün 2 də bizə kinetik enerjini verir. 53. Üfüqi sürtünməsi səthdə 3M və M bərabər 3 kiloqram və 1 kiloqram kütləli iki cisim sıxılmış yayla bir-birinə bağlanmışdır. Yayın potensial enerjisi 6 jouldur. Yay sıxmış sapı kəsdikdə ikinci cismin kinetik enerjisi neçə joule olar? Birinci bunu yazmalıyam. Y kinetik 1 üstəgəl Y kinetik 2 bərabərdir 6 joule. Yəni bu cismin kinetik enerjisi ilə bu cismin kinetik enerjisini toplayanda bizə başdakı potensialı verəcək. Çünki sürtünməsizdirsə enerjinin saxlanma qanunu ödənilir. Və burada belə bir şey var. Qarşılıqlı təsirdə qüvvələr eyni olduğuna görə bunların impulsları bərabərdir. Yəni yazıram P1 bərabərdir P2-yə. P bərabərdirsə Y kinetik bərabərdir. P kvadratı böl 2M-dən gedirik. Nə deməkdir? Kinetik enerji kütlədən tərs asılıdır. O zaman Y kinetik 2 bölünsün Y kinetik 1 bərabərdir. M1 bölünsün M2. Həqiqətən bu suala da, yəni o mənim bir sözüm var. Şapka çıxarası suallardandır. Çox əla düşünülmüş sualdır. Kinetik əlaqə də elə bilin ki, həm impulsun saxlanma qanunu, həm də enerjini bir-biri ilə əlaqələndirir. Deməli, kinetik enerji kütlə ilə tərs mütənasibdir. Tərs olmağın buradan alıram. Çünki impulsun saxlanma qanununa görə bunların son impulsları bərabərdirsə, kinetik də P kvadrat bölü 2 ilə tapılır. Və yaxud istəsəz kütləsi böyük olanın sürətin az da götürə bilərsiniz. Çünki qüvvələr bərabər olduğuna görə Newton 13-cü qanundan F1 bərabərdir F2-dən biz almışdıq ki, M1 bölü M2 bərabərdir A2 bölü A1-ə. O da bərabərdir V2 bölü V1-ə. Yəni yenə sürətlə də yaza bilərdik. Kinetiklərin nisbətini buradan tapanda bunu bərabər qoyub davam edirəm. Deməli, Y kinetik 2 bölü Y kinetik 1, M1 bölü M2-dir. Yəni 3 bölü 1, 3-dür. Buradan aldım ki, Y kinetik 2 bərabərdir 3, Y kinetik 1-ə. İkincinin kinetiki birincidən 3 dəfə çoxdur. Gətirib bizim başdakı əsas enerji düsturunda bunu yerinə qoysam, yəni kinetik 2-nin yerinə 3Y kinetik 1 qoyanda olur 4Y kinetik 1 bərabərdir 6-ya, kinetik 1 bərabərdir 1,5. Birincinin kinetiki 1,5'dirsə, ikincinin kinetikini tapanda Y kinetik 2 bərabərdir. 3 vurulsun 1,5, o da 4,5 oldu. Və yaxud 6-dan 1,5-ini də çıxıb 4-ü tapa bilərdik. Bu sualı bir də üzərindən gedin. Birinci məsələ, sıxılmış yayda bu cisimlər iplə bir-birinə bağlanıb, ip kəsilir. Burada bir ip olub arada. İp kəsiləndə cisimlər atılır kənara. Sürtünmə olmadığına görə cisimlərin kinetiklərini toplayanda başdakı potensialı verir. Yəni Y kinetik 1 üstəgəl Y kinetik 2 bərabərdə 6-dır. Bu bir. İkincisi, impulslar bərabər olduğuna görə. Niyə? Çünki bunların başlanğıc sürəti 0-dırsa, son impulslar da bərabər olmalıdır. Impulslar bərabər olduğuna görə kinetiki bu düsturla tapdım. P kvadrat bölü 2M. Baxdım ki, kinetik kütlədən tərs asılıdır. Yəni ikincinin kinetiki kütləsi az olduğuna görə birincidən 3 dəfə çoxdur. Çünki kütləsi 3 dəfə azdır. İkisini topladım. 4Y kinetik 6-dırsa, birincinin kinetiki oldu 1,5. İkincinin kinetiki isə 4,5-dir. Bizdən ikincini istəyir. 54. Bir cins çubuq tarazda saxlayan sapın gərilmə qüvvəsi 60 Newtondur. Çubuğun çəkisini hesablayın. Burada tam ortasına ağırlıq qüvvəsini əlavə edirəm. Əslində topuldakı sualın bir bənzəridir. Və burada ağırlığın qolu 2 dəfə az olacaq. Amma bu tam ucundan bağlanmayıb, ona görə biraz fərqlidir. Belə olmayacaq, deyim bir də. Məsələn, ağırlığın qolu bu məsafədir. Baxın, bu məsafədir. Burada bir alfa bucağı varsa,
Ağırlığın qolu kosinüs alfadır. Yəni buradır. D1 deyək. Mən kosinüs alfanı tapanda kosinüs alfa bərabərdir. D1 bölünsün 3. Yəni D1 bərabərdir. 3 kosinüs alfa. 3 nədir? Buradan bura qədər damalar. T'nin qolunu tapanda gərilmə qüvvəsini, bunun qolunu tapanda bunu bura qədər çəkirəm. Burada bu mavi xətt D2-dir. Onda kosinüs alfa bərabərdir. D2 bölünsün 1, 2, 3, 4, 5'dir. Və buradan da tapıram ki, D2 bərabərdir. 5 kosinüs alfadır. Və momentlər qaydasına görə momentlər bərabər olmalıdır. Yəni mc vurulsun D1 bərabərdir 60 vurulsun D2-yə. Burada çəki də elə, bunu P də elə, mc kimi P götürürəm. P vurulsun. D1'in yerinə 3 kosinüs alfa. 60 vurulsun 5 kosinüs alfadır. Hər tərəfdən bu kosinüs alfalar ixtisar apardım. Buradan P'ni tapanda P bərabərdir. 60 vuraq 5. Bu verir 300. 300'ü də 3'ə böləndə cavab olur 100 Newton. Baxın, topuldakının fərqi oydu ki, topuldakı linki verəndə tam ucundan bağlamışdı. Burada isə ucundan bağlamayıb, bu nöqtədən bağladığına görə, məsələn, ağırlığın qolunu götürəndə tam ortasına görə baxdım, D1 bölək 3 götürdüm. Amma T'nin qolunu götürəndə isə artıq hipotenuz 5 olduğuna görə D1, D2 böl 5 götürdüm. Yəni 5 kosinüs alfa. Kosinüslər onsuz da ixtisar getdi. P bərabərdir 100 Newton alındı. Yenə maraqlı sualdır. 55. Qüvvənin qiymətin 40 Newton azaldıb, qolunu dəyişmədikdə qüvvə momenti 6 dəfə azalırsa, qüvvənin başlanğıc qiymətini hesablayın. Momentin düsturunu yazanda M bərabərdir F vuraq D-dir. Moment qüvvə ilə düz mütənasibdir. 6 dəfə azalıbsa, onda belə bir şey yaza bilərəm. F1 bölünsün, F1 çıxılsın 40, çünki deyir 40 azaldanda bərabərdir 6-ya. Bunu çarpaz vuranda F1 bərabərdir 6 F1 çıxılsın 240. Buradan 5F1 bərabərdir 240-a. F1 bərabərdir. Deməli, 240-ı da 5-ə böləndə 48 Newton. Həqiqətən 48-dən 40 çıxanda 8 qalır. 48-dən 8-ə gəlibsə 6 dəfə azalıb. 56. Kütləsi 18, impulsu 60 olan cismin kinetik enerjisini hesablayın. Buradan Y kinetik bərabərdir. P kvadratı bölü 2M düsturunu işlədirəm. Yəni 60 vurulsun 60 bölünsün 2 vurulsun 18. İxtisarla həll eləyək. 60-ı 2-yə böldük, bu düşdü 30. Sonra 30-u 18 ilə 6-ya ixtisar aparanda burada qalır 3, burada qalır 5. 60-ı 3-ə böləndə 20, 20-ni də 5-ə vuranda cavab olur 100. 57. Uyğunluğu müəyyən edin. Şaquli istiqamətdə yuxarı gedən liftin, buna diqqət edək, lift yuxarı gedir. Birinci hissə, ikinci hissə və üçüncü hissədə. Deməli, çəki dəyişməz ikinci hissədir. Çünki ikinci hissə bərabər sürətlidir. Buradan yazım A2 bərabərdir 0-dırsa, P2 bərabərdir ilə mc-dir. Ona görə çəkisi dəyişməz, bu getdi ikinciyə. Adama təsirin ağırlıq qüvvəsi azalar, ağırlıq qüvvəsi heç birində azalmır, ağırlıq dəyişmir, adamın çəkisi azalar. Şaquli yuxarı gedir. Birinci hissədə A1 yuxarı yönəldiyinə görə P1 bərabərdir M, J üstə gəl A-dır. Amma üçüncü hissədə yavaşlığına görə A2, A3 aşağıdır. Ona görə P3 bərabərdir M, J çıxılsın A-dır. Üçüncü hissədə çəki azalır, bu da C bəndi. Azalır deməklə sükunət çəkisindən kiçik olur. Çəki artır. Bu da birinci hissə aiddir. D, A, C. Ağırlıq qüvvəsi isə heç birində dəyişməz. Və bu sualda da əslində cavablar çəki sükunət çəkisindən böyük olur və ya kiçik olur deyilsə daha yaxşı olar. Çünki bərabər təcilli olduğuna görə çəki artsa belə sabit bir qiyməti var. 58. Tircikləri bir-biri ilə birləşdirən sapın gərilmə qüvvəsi neçə Newtondur? Yəni aradakı gərilmə qüvvəsini tapmalıyıq. Burada sürtünmə qüvvəsi nəzərə alınmır. Öncə burada dartı qüvvəsini tapmaq lazımdır. Dartı qüvvəsi rol oynayan, yəni F dartı, F kosinüs alfadır. F dartı bərabərdir F vurulsun kosinüs 60 dərəcə. F 60 Newtondur. Kosinüs, daha doğrusu kosinüs 37 dərəcə. Burada 37 verib. Mən səhvən 60 götürürüm.
Kosinüs 37-də verilib 0,8. Deməli, bu verir 48 Newton. 48 Newtondan dartılır. İpin gərilmə qüvvəsini tapanda öncə bunların hərəkət təcilini tapmalıyam. Və yaxud belə bir tənasib yaza bilərəm. Ümumi kütlə neçə kiloqramdır? 6 kiloqram. Əgər 6-ya düşən 48-dirsə, 2 kiloqrama düşən də T-dir və bu T-ni tapanda T bərabərdir 48 vurulsun 2 bölünsün 6. Cavab olur 16 Newton. Və yaxud sistemin təcilini tapanda A bərabərdir. Əvəzləyici qüvvə, yəni 48 bölünsün kütlələr cəmi 6. Təcil oldu 8. Və gərilməni tapanda gərilməni yaradan M1 olduğuna görə T1 bərabərdir M1 vurulsun A. Kəmetləri yerinə qoyuram. A 8-dir, M1 də 2-dir. Cavab olur 16. 2 sullanda yazma olar. 59. Yer səthindən şaqqa yuxarı atılmış cisim ikinci və beşinci saniyənin sonunda eyni hündürlükdə olmuşdur. Bu cismin başlanğıc sürətini hesablayın. Möhtəşəm sualdır. Eyni hündürlükdə olubsa, ikisində də yer dəyişmələr bərabərdir. Şaqqa yuxarı atılmada yer dəyişməni bir dəfə ikinci saniyə üçün yazıram. V0T, buradan düsturu yazım. S bərabərdir V0T çıxılsın JT kvadratı bölü 2-dir. Bunu bir dəfə və J-ni də 10 götürəcəm. Bir dəfə 2 üçün yazıram. 2V0 çıxılsın. J-ni yerinə 10 qoyanda 10 vuraq 4 bölü 2. Yəni 2V0 çıxılsın 20. Bir dəfə də 5-ci saniyə üçün yazıram. 5-ci saniyə üçün də 5V0, yəni T-nin yerinə 5 qoydum. Çıxılsın 10 vurulsun 5-in kvadratı 25 bölü 2. Bu da 250 bölü 2, yəni 125. 5V0 çıxılsın 125. Yenə qeyd edirəm, yer dəyişmənin düsturudur. Yerdə olan hündürlüklər ilə yer dəyişmənin düsturu ilə tapılır. İkisini bir-birinə bərabərləşdirirəm. Çünki deyir eyni hündürlükdə olub. Ona görə də yazıram 2V0 çıxılsın 20 bərabərdir. 5V0 çıxılsın 125-ə. Buradan kəmiyyətləri yerinə qoysam, bir tərəfə keçirsəm. Buradan alıram 3V0 bərabərdir 105-ə. V0 bərabərdir 105-i də 3-ə böləndə düşür 35. Cisim 35 metr bölü saniyə sürətlə şaqılı yuxarı atılıb. Yoxlayaq. Bir dəfə 2-ni vurdum 35-ə, bu verdi 70. 70-dən 20-sini çıxanda verir mənə, deməli 50 metr. Bir dəfə də 5-i vurdum 35-ə və 125 çıxdım. Deməli 5-i 35-ə vuranda verir 175, buradan da 125 çıxanda yenə 50 verir. Deməli, başlanğıc sürəti 35 metr bölü saniyədir. Birinci məsələmiz neynədik? Şaquli yuxarı atılmada yer dəyişmənin düsturunu yazdım. Yer dəyişmə ilə yerdə olan hündürlükdür. Əgər 2 və 5-ci saniyələrdə eynidirsə, 2 və 5 üçün yer dəyişmələri tapıram. Sonra bunları bir-birinə bərabərləşdirirəm. Çünki bərabərdir deyir. Bərabərlikdən 3V0 105-dir. Deməli, V0 da 35-ə bərabərdir. 60. Eyni sürətlə düz xətlərlə gedən 2R və 4R arasında bir cins qurğuşun kürələrin kinetik enerjiləri arasında hansı münasibət təyin edin? Birincisi, sürətlər eynidir. V1 bərabərdir V2-yə. Kürədirsə M bərabərdir 3-də 4 pi R kubudur. Pi R kubu rhodur. Mən bunu bir M0 kimi işarələyirəm. Yəni bunu bir düstur kimi. 2R olarsa, onda M1 bərabərdir 2'nin kubu 8 elədiyinə görə M1 bərabərdir 3'də 4 vurulsun. Pi 2R'in kubu 8R kubu rhodur. Bu olur 8M0. M2'ye baxsam, M2'də isə 3'də 4 vurulsun. Pi 4'ün kubunu tapanda deməli bu eləyir 64 R kubu rho. Bu da olur 64 M0. Yəni kütlələri bu şəkildədir. Kinetik enerjilərini tapmaq üçün kütlələr fərqli, sürətlər eynidir deyə elə yazıram. Y kinetik 2 bölünsün Y kinetik 1 bərabərdir. M2 bölünsün M1. O da bərabərdir 64 M0 bölünsün 8 M0. Cavab oldu 8. Yəni ikincinin kinetiki birincidən 8 dəfə çoxdur.
Çünki kütləsi 8 dəfə çoxdur. Birincinin kütləsində 2-nin kubudur. 8-dir. İkincidə isə 4-ün kubudur. 64-dür. Mən sadəcə kürənin kütlə düsturunu M0 ilə işarələdim. Ona görə birincinin kütləsini götürdüm 8 M0, ikincini 64. Sürətlər bərabər olduğuna görə kinetiki bu düsturla yazdım. Y kinetik bərabərdir mv kvadratı bölü 2. Çünki impuls bərabər olsaydı p kvadrat bölü 2 ilə gedərdim. Və baxdım ki, kinetik kütlədən düz asılıdır. İkincinin kütləsi 8 dəfə çox olduğuna görə kinetiki də 8 dəfə böyükdür. İndi başlayaq dördüncü qrup suallarına. Birinci qrupa aid 30 sual yekunlaşdı. İndi dördüncü qrupa baxırıq. Sonda bir xatırlatma da eləyim. Mən sınaq qrupun artıq 2 həftədir fəaliyyət göstərir. Sınaq qrupu haqqında ətraflı məlumatı açıqlamada yerləşdirmişəm. Ora qoşularaq həm ümumi təkrar eləyə, həm də mövzuları daha yaxşı öyrənə bilərsiniz. Situasiya sualı. Hər hansı bir x planetinin kütləsinin yerin kütləsindən 2 dəfə kiçik, radiusu isə bərabər olduğunu fərz edək. X planetin səthində sərişmə təcilinin qiymətini hesablayın. Yer üçün 88-i burada yazın. Ümumiyyətcə, J-nin düsturu J bərabərdir. J M bölünsün R kvadratıdır. Bunu yer üçün yazanda bu bizə verilib 10. Və bura bir J0 yazın. Yer üçündür. Amma hər hansı bir planet var. Bu planetin kütləsi yerin kütləsindən 2 dəfə kiçikdir. Yəni M planet bərabərdir. M yer bölünsün 2-dir. Radius isə bərabərdir. R planet bərabərdir. R yerdir. Bu planetin J'sini tapanda J planet bərabərdir. J M planet bölək R planetin kvadratı. J yerində M planetin yerinə yazıram. M yer bölünsün 2. R planetin ilə R yerin kvadratı. Çünki radiuslar bərabərdir. J yerində qalır. M yerində 2R yerin kvadratı. Diqqət eləsəz, bu J0 bölü 2 deməkdir. Yəni, bu planetin J'si yerdəkindən 2 dəfə azdır. Onu 2-yə böldüm. Cavab oldu 5. Bu planetin səthinə sərpişmə təcili 5-dir. 89. X planetin səthindən 30 sürətlə şaquli atılmış cismin maksimal qalxma hündürlüyünü tapın. H-max'ın düsturunu yazanda H-max bərabərdir V0-ın kvadratı bölü 2J planetdir. V0 30'da 30'un kvadratı 900 bölünsün 2 vuraq 5. Çünki bu yerdə atılmayıb. X planetində atılıb. 900'ü də ona böləndə cavab olur 90 metr. Sən yerdə atılsaydı 45 metr qalxardı. 90. X planetin səthindən 50 sürətlə şaquli atılan cisim neçə saniyə sonra planetin səthinə düşər? Uçuş müddətini tapmalıyıq. V0 bərabərdir 50'dir. Buradan J planet bərabərdir 5'dir. Və T uçuş bərabərdir suala. T uçuş bərabərdir 2V0 bölünsün J planet. Yəni 2 vurulsun 50 bölünsün 5. Gücü də 5'ə böləndə cavab olur 20 saniyə. 20 saniyə düşəcək. Məsələn, bunun sürətin zamananaslıq qrafikini çəkmək istəsək, VY-in proyeksiyası olaraq zamananaslığı 50-dən başlayır. 10-cu saniyədə sürət düşür 0-a. 20-ci saniyədə yenidən mənfi 50 ilə yerə dəyir. Bura T qalxma, burada T uçuşu idi. Beləcə zirvə kurslarının deməli 16 noyabr tarixində keçirdiyi blok imtahanına aid 33 sual nizahını yekunlaşdırdım. Suallar çox fərqli və qəbula uyğun, həmçinin maraqlı idi. Siz də bu tip sınaqları və daha çoxunu əldə eləmək istəyirsinizsə, WhatsApp qrupuma qoşula bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm. Sağ olun, növbəti videolarda görüşənə qədər.